Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Deməli, bir-iki gün bundan önce bizim bir dersimiz oldu. Sıravi Müslümanların özünə rəy götürməsi haqqında. Sonra bu dərsə görə bəzi qardaşlar etiraz etdilər və belə deyək də, onlar tələb etdilər ki, daha da geniş şəkildə onların anlaması üçün, başa düşməsi üçün yəni daha da geniş şəkildə bu izah olunsun. Əslində bilmək lazımdır ki, rəy götürmək məsələsi elm əhli arasında məruf olan məsələlərdəndir. Yəni alimlərin rəylərinin olması, rəy götürmək yox, daha doğrusu üzr istəyirəm, alimlərin arasında olan bu məruf olan bir məsələdir, bilinən bir məsələdir. Bu yeni bir məsələ deyil. Yeni bir məsələ deyil, bu məruf məsələdir ki, elm əhli həmişə onların rəyləri olub. Lakin məsələ harasındadır? Bu birinci məsələdir, onların arasında mərufdur. Elə bu məsələ ilə bir neçə məsələyə toxunmaq lazımdır. Ən birincisi, onlar hər hansı bir rəyi götürərkən, deyək ki, bir məsələdə misal verəcəm. Rukudan qalxarkən əllərin bağlanması, rukuya gedərkən dizlərlə mi, ayaqlarla mı, əllərlə mi, üzr istəyirəm, gedilməsi, məscidə girərkən, məsciddə kərahiyyə edilən vaxt var, o vaxtda namazın qılınması, yəni məkruhdur deyənlər və həmçinin icazəli görənlər. Bunlar hamısı rəylərdir, düzdür. Bu insanlar, bu alimlər, bunlar nə cür sözüblər? Yəni bunlar, belə deyək, oxuyublar, məsələləri bəhs ediblər, elmi mustavada nə ediblər? Belə qərara gəliblər ki, bəli, mən bu hədislərə görə, fikir verin, bu hədislərə görə, indi mən bitirim, sonra sual verəcəm o etiraz edən qardaşlara. Bu hədisləri bəhs etdikdən sonra bu məndən bir il vaxt aldı və Quran ayətlərinə görə, digər bizdən öncəki alimlərə görə onlar da bunu demişlər, onlar da burayı söyləmişlər, onların da dəlilləri budur. Neçə ildən sonra elmi mustavada nədir? Mən bu qərara gəldim, sat. Artıq bu insan müstəhid yəni. İndi mən sual verirəm ki, o qardaşlara ki, onlara etiraz edirlər. Yəni sadəcə olaraq biraz səmimi olaraq hər kəsin özünə sual versin. Sualın cavabı bizə lazım deyil. İndi sən də bax özünə ki, rəy götürəndə sən də belə eləmişsən. Yəni sən də namazın istəsə tərkində, istəsə digər məsələlərdə sən də bu cürünə etmişsən, ey əziz qardaşım. Yəni bir mənada oxumusan bütün məsələləri, baxmısan ki, məsələn Quran-ı Kərimdə ayətlər 1, 2, 3, 4 yazmısan, sonra onları, bu ayətləri ərz etmişsən elm əhlinə, sonra hədisləri toparlamısan, bəhs etmişsən, gecəni gündüzünü gecənə qatıb, sonradan alimlərin rəylərini, alimlərdə olan o hansı ki mötəbər olanları, mötəbər olmayanları hamısını cəm edib sonradan rəy seçmişsən, yoxsa nə cür olub səndə? Sual ümumidir. Hər kəsin özünə sual versin. Sonra cavabını da öz-özünə insafla cavablandırsın ama. Yoxsa ki elə olmuyor. Əksər adamlarda, əksər insanlar. Əgər bu cür olubsa, elhamdülillah. Gözümüz üstə, başımız üstə. Sənin o rəyin. Amma sən, üzr istəyirəm sözümə görə, ola bilsin ki, biraz kobuddur. Sən Quran oxuyarkən bir səhvədə 20-dən çox səhv edirsən. Bir səhvə Quran oxuyanda 20-dən çox səhv edirsən. Nə cür oldu ki, subhanallah, sən indi bugün gəlmirsən deyirsən ki, mən rəy götürmüşəm. Bu nə qədər doğrudur. Və həmçinin sənə nə cür deyim, elə bir şəkildə ərəb dili lazımdır ki, ərəb dilini gəlirsən o qədər dərindən biləsən ki, bu məsələlərin hamısını ayırt edəsən. Yoxsa sən rus dilində mi, türk dilində mi, Azərbaycan dilində mi, hansı dildə bunları öyrəndin? Nə cür oldu ki, sən gəldin, neynədin? Rəy götürdün. Rəy götürmək məsələsi, subhanallah, elə məsələdir ki də, nə cür deyim, subhanallah, elmdə mütəqaddim elm tələbələri, deyək ki, 20 il, 25 il bunlar elm öyrənirlər insanlar. Hətta ərəb dövlətlərində. O tələbələr belə utanarlar, cürət etməzlər ki, desinlər ki, mən də bu raydayım. Fikir versəyiz. Amma ki, bizim halımız, subhanallah, çox yəni, acınacaqlıdır, Allah qorusun. Sonra ikinci məsələ, rəy götürən alimlər arasında olan münasibətlər. Hər ikisi əhl-i sünnədir.
Deyək ki, misal verəcəm. İmam Albani ilə İmam İbn Bəz rahimehullah. Allah hamısına rəhmət etsin. İmam Albani'nin bir məsələdə rəyi fərqli idi. Amma bayaq mən saydıqlarım hamısı var idi İmam Albani'də. Yəni o oturub birbaşa deməmiş ki, mən rəy götürmüşəm. Neçə illərin bəhsindən sonra hamı tanıyır İmam Albani rahimehullah. Elə yetər ki, adının önündə imam sözü yetər. İmam İbn Bəzin də rahimehullahın da başqa bir rəyi var idi. İndi gəlin sual verək ki, onların arasında olan münasibət nə cür idi? Ədəblə, əxlaqla, tərbiyə ilə, bir-birlərinə dua edək də. Subhanallah, kitablarına baxırsınız, kitablarına baxanda adam dəhşətə gəlir. Deyək ki, bir rəddiyə verəcək. Deyək ki, İmam Albani məsələn, İmam İbn Bəzə və yaxud İmam İbn Bəz rahimehullah İmam Albaniyə bir rəddiyə verir. 2 səhifə, 3 səhifə ona tərif edir birinci. Dua edir. Allah səni qorusun, Allah sənə rəhm etsin, Allah səni bərəkətləndirsin. Sən bizim alimimizsən, sən bizim başımızın tacısan, gözlərimizin nurusan. 2 səhifə ona tərif edir. Sonradan nədir? Öz etirazını bildirir orada. Deyir ki, bəlkə bunu bu cür edərdik. Və yaxud mənə görə bu doğru deyil. İndi bunların ikisi hər ikisi əhlüsünnə, düzdür? Bizdə də belə eləyirik. Bunu da hamı özünə sual versin, o etiraz edən qardaşlar. Sonra nədir? Cavabını yenə özlərində insafla cavablandırsın. Sonra barakallahu fikum üçüncü məsələ, üst məsələ inşallah kifayət edər. Vallahi, yəni bunu şəfiqət baxımından, yəni necür deyim, qəlbimin yandığından deyirəm, Allah hamımızı sabit etsin, subhanahu wa ta'ala. Bu məsələlərdə ehtiyatlı olmaq lazım. Əksər insanları biz bu yüzden görmüşük, müşahidə etmişik ki, onlar da təzə-təzə deyirdilər ki, biz rəy götürmüşük, hər hansı bir rəy götürmüşük. İstərsə namazın tərkində, istərsə digər məsələlərdə. Sonradan məsələlər o qədər qarışdı ki, subhanallah. Bu günləri həmin o insanlar 10 il bundan öncə, diqqət olun, barakallahu fikum. 10 il bundan öncə onlar deyirdilər ki, mən də rəy götürmüşəm. Madam ki, elm əhli arasında rəylər var, mən də bunu götürmüşəm. Həmin o insanlar bu günlər böyük alimlər təkfir edirlər. Mən İbn Bəz Albani demirəm. Deyək ki, onlar bu əsrin alimlərdir. Üzərlərinə keçirəm. Onlar Şeyxülislam İbn Teymiyəni, Əhməd İbn Həmbəli. Vallahi, billahi, tallahi. Fərqi yoxdur, kim olur olsun. Madam ki, onun fikri mənim fikrimlə üstə düşmür. Yox, üzr istəyirəm. Madam ki, onun fikirləri mənim havamla uyğun gəlmirsə, üstə düşmürsə, kafirdir o insan. Amma bir vaxtlar nə deyirdi? Deyirdi, onlar bizim alimlərimizdir. Onlar bizim başımızın tacıdır. Onlar ümmətin alimləridir. Nə cür oldu bəs yaxşı? Bu ona görə bu cür oldu ki, o insanlar elimsiz şəkildə demişlər ki, rəy götürmüşük. Sonra başladılar nə etməyə? Özlərinin havalarıyla hər hansı bir məsələni onlara gəldikdə elm əhlinə ərz etmədiklərinə görə. Amma əsl nədir? Fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Allah buyurur ki, subhanahu wa ta'ala, əgər bilmirsinizsə bilmədiklərinizi bilənlərdən soruşun, elm əhlindən. İbn Abbas və digərlər deyir ki, burada əhlə zikr nədir? Elm əhli, bilənlərdən soruşun. Əsl budur. İnsan subhanallah belə deyək də, deyəndə ki, mən özümə rəy götürmüşəm, hər hansı bir məsələ gəlir, onu elm əhlinə ərz etmir. Sonradan nə edir? Başlayır özünün nəfsləri ilə nə etməyə? Hökm verməyə. Bu da müsibət. Bu müsibət, subhanallah. Bu müsibət. Axı səndə yetərincə şərii elm yoxdur. Yəni dərsin önündə dediyim kimi. Sən Allahın kitabından düzgün təcvidlə Muhammed sallallahu aleyhi ve sellem oxuduğu şəkildə, hansı ki bu əmirdir. Bu əmirdir ki, Peyğəmbərə Allah subhanahu wa ta'ala buyurur ki, وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا. Quranı tərtillə oxu. Yəni tərtil nədir? Alimlər deyir. Təcvidlə oxu. Allah Muhammedə əmr edib sallallahu aleyhi ve sellem. Bu əmr Muhammedə əmr olunubsa, bəs bizlər nə? Bizlər daha avlayıq ki, Quranı tərtillə oxuyaq, təcvidlə oxuyaq. Axı bizlərdən birimiz Allahın kitabından bir səhifə Quranı oxuyanda 20 dənə, 30 dənə səhv edirik, subhanallah. Nə cür olur, subhanallah, bu məsələlərdə sən gəlmişsən artıq, o səviyyə çatmışsan. Sonradan da şeytan, Allahın düşməni, həmin bu məqamlardan istifadə edir. Sənə artıq bir dənə hiləni atı bax. Sənə bir, belə deyək də, yaxınlaşıb bir addım ki, sən rəy əhlisən. Tayyib. Rəy əhliyəmsə, artıq mən özüm bacarıram bu məsələləri ard etməyi. Bacarıram ki, bu məsələlərin ötəsindən gəlməyi. Bir dənə məsələ, 2 dənə məsələ. Bunlar sənə məsələn deyir, qardaş. Bunları elm əhlinə çevirmək lazım. 3 dənə məsələ, 4 dənə məsələ. Sonra nədir? Deyir ki, burada
məsələlər doğrudur. Bu deyən insanlar mənim dediklərimlə uyğun gəlmir, üstə gəlmir. Deməli, bunlar nə edirlər? Haqqı gizlədirlər, belə-belə adlarla da. Bu heç kim bir gün yatıb belə olmadı, səhərsi günü. Yavaş-yavaş olur. Yavaş-yavaş. Birinci rəy məsələsi, sonra başqa məsələlər, sonra başqa məsələlər, sonra başqa məsələlər. Sonra da nədir? Müsibət arasıdır. Biz namaz qılmayanlardan danışmırıq, subhanallah. Demirik ki, namaz qılanın və qılmayanın arasında olan ixtilafdan rəy götürmək. Biz elm əhlinin, alimlərin təkvirindən danışırıq, subhanallah. Görün, hansı səviyyəyə gəlib çatmışıq ki, məsələ gəlib hara çatıb ki, sən bir vaxtlar 10 il bundan qabaq deyirdi ki, mən rəy götürmüşəm. Mənə görə bu cür nədir? Daha uyğundur. Yəni, mənə görə bu cür nədir məsələsi bilirsiniz nə deməkdir? Sən artıq müstəhidsən, subhanallah. Sən Şeyxülislam kimisən? Cavab olaraq yox. Bəs sənə görə, nə cür sənə görə? Səndə hansı elmə görə? Elə şərii elm olmadığına görə sən o şübhələri dəf etmədin vaxtında. Artıq nə ilə böyüdü. Sən bu günləri ümmətin böyük alimlərini təkfir edirsən. Şeyxülislam kimi, Əhməd ibn Həmbəl kimi. Böyük alimlər kim olur olsun. Madam ki, onun fikirləri mənim rəyimlə, belə deyək də, dırnaq arası. Rəyimlə üstə gəlmirsə, o zaman nədir? Küfr etmiş olub. Allahdan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı eləsin. Və Allah subhanahu teala bizə gözəl şəkildə elm öyrənib və öyrədənlərdən etsin. Və Allah bizi nəfslərimizin şərrindən qorusun. Nəfslərimizin şərrindən. Son olaraq, barakallahu fikum, mühüm bir faydadır. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem duaların birində Allaha dua edir ki, Allahım, sən məni nəfsimlə göz qırpımı qədər başlı başına bıraxma. Bu Peyğəmbərin duası idi sallallahu aleyhi ve sellem. Çünki nəfslər İnnən nəfsə ləəmmaratun bis-su. Allah subhanahu teala xəbər verir nəfs haqqında ki, həqiqətən nəfs insana pislikləri əmr edir. Həqiqətən nəfs insana pislikləri. Muhammed sallallahu aleyhi ve sellem Allaha dua edir ki, Allahım, nəfsimlə təkbətək bir anlı, bir göz qırpımı məni belə tərk eləmə. Ona görə çalışmaq lazım həmişə nə etmək? Allaha dua etmək ki, Allahım, bizi nəfslərimizlə təkbətək qoyma. Elə ki, nəfslərimizlə təkbətək qalan kimi şeytan gələcək. Söhbət bu məsələdən getmir. İstənilən formada yoldan çıxarır. Allahdan dilərəm, Allah Teala bizi sabit etsin. Barakallahu fikum, subhanakallahu ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruka ve etûbü ileyk. Sizdən.